Salamlar hər kəsə. Bu günləri Duolingo yazı sectionında, bölməsində yazıya başlamazdan qabaq nələri bilməlisiniz, nələrə diqqət yetirməlisiniz, bunlar haqqında danışacağıq. İlk öncə siz bilməlisiniz ki, Duolingo'da ümumilikdə writing-i və yazı bölməsini necə test edirlər və yaxud da ki, nəyi dəyərləndirirlər. Nə sizin skorunuzu yuxarı salır, aparır, nə sizin balınızı aşağı salır. Bunlar haqqında bilmək lazımdır. İlk öncə biz the four qualities of strong response. Deməli, 4 əsas keyfiyyət meyarı var ki, onlara fikir verilir ki və o cavabı yaxşı bir cavab və yaxud da ki, pis cavab pozisiyasına salır. İlk öncə, high quality response is relevant. Əlaqəli olmalıdır. Bu deməkdir ki, siz sualı oxudunuz, direkt olaraq birbaşa suala cavab yazın. Yəni, off topic olmayın. Topikdən, mövzudan kənara çıxmayın və yaxud da mövzunun ətrafında bir şeylər yazmayın. Sizə nə sual verilibsə, ona uyğun cavabınızı yazın. İkinci, aydın bir cavab olmalıdır, anlaşılan bir cavab olmalıdır. Bu da deməkdir ki, sizin verdiyiniz ideyanı oxuyan şəxs başa düşməlidir ki, siz burada hansı mesajı ötürürsünüz, nədən danışmaq istəyirsiniz. Və well developed olmalıdır, yəni ki, yaxşı bir şəkildə strukturlaşdırılmalıdır. Bu deməkdir ki, siz bir ideyanı vermişsiniz, amma siz burada səbəblərlə və nümunələrlə verdiyiniz ideyanı sübut etməlisiniz. Bir növ evidensini tapmalısınız və göstərməlisiniz. Və accurate olmalıdır, yəni ki, dəqiq bir dil istifadə etməlisiniz. Qrammatika cəhətdən hecaya fikir verməlisiniz, düzgün yazılış formasına fikir verməlisiniz və təbii ki də punctuation, yəni durğu işarələrində düzgün bir şəkildə istifadə etməlisiniz ki, bu tip xırda məsələlər sizin balınızı aşağı salmasın. Və bitirdikdən sonra da özünüzə sual verin, öz yazınızı oxuyun və fikirləşin ki, mənim yazdığım writing, mənim yazdığım yazı başa düşüləndir, oxuyan bunu başa düşə biləcək, özüm ən azından başa düşə bilirəm yazdığımı. Və məsələn, bir nümunəyə baxaq. Deyək ki, prompt verilib, sualdır. Do you enjoy studying online? Why or why not? Siz sadəcə qısa bir şəkildə yazmayın ki, yes, because it is good. Gəlin daha yaxşılaşdırılmış cavab versiyasına baxaq. Yes, I enjoy studying online because it gives me the flexibility to learn at my own pace and review lessons whenever I need extra practice. Baxaq görək ki, nə üçün cavab B daha güclüdür? Çünki it answers the question. Birbaşa olaraq suala cavab verdi, aydın bir səbəb verdi və xüsusi detallara çox girmədən aydın bir dil istifadə edərək, düzgün qrammatik qaydası istifadə edərək cavabını yazdı. Bu arada Duolingo'da bu tip suallara yəni 2-3 cümlədən artıq yazmağa da gərək yoxdur. Amma bir cümlə, məsələn, yes because it is good kimi cavablarda çox qısa sayılır və ətraflı sayılmır. Və cavabınızı submit etməkdən öncə yenidən review edin, bir dəfə də gözdən keçirin və suallar verin. Did I answer every part of the prompt? Suala düzgün cavab vermişəmmi? Nümunə vermişəmmi? Səbəbi göstərmişəmmi? Və mənim qrammatikam və hecalamam, yəni sözlərin yazılışları düzgündürmü, yoxsa yox? Bu qədər.